A-Class mağazasında məktəb ləvazimatları nə qədər etdi? Gəlin gedək bir-bir göstərin. Məktəb alış-verişi edirik. Gəlin görək 2 uşağa nə qədər büdcə aparacaq. Geyim və məktəb ləvazimatları getdik. Alış-verişə ilk olaraq geyimdən başlayırıq. Gəlmişik Binə bazarına. Binə bazarı 7A sırasının 2 mərtəbə deyilən həmin bu sıralarda axır hissəsinə doğru getdikcə sıranın axırına uşaq geyimləri mağazaları var. Çoxdur ki, rahat şəkildə gəlib fərqli mağazalara baxıb və büdcənizə, zövqünüzə uyğun məktəbli geyimlərinin, uşaq geyimlərinin alışını edə bilərsiniz. Demək, birinci gəldiyimiz mağaza Tintini mağazası oldu ki, buradan 2 uzun qol və 2 qısa qol, köynək və 1 şalvar alındı. Ümumi məbləğ 65 manat tutdu. Növbəti mağaza isə Tufi mağazası oldu ki, buradan da 1 köynək, 1 şalvar və 1 məktəbli jaketi alındı ki, burada da ümumi məbləğ 73 manat tutdu. Daha sonra üst tuturuq Abşeron Ticarət Mərkəzinə məktəbli ləvazimatlarını almağa. A-Class mağazasında məktəb ləvazimatları nə qədər etdi? Gəlin gedək bir-bir göstərin. A-Class mağazasında müştərilər üçün belə bir yaddaş vərəqi var. Rahat şəkildə oradan baxıb yadınıza sala bilərsiniz nə almaq lazımdır. Biz isə ilk olaraq penallardan başladıq. Daha sonra isə dəftər, qələm, karandaş, dəftər üzü, bütün tələb olunan, lazım olan, məktəbdə lazım olacaq bütün ləvazimatları aldıq, seçdik. Hətta əlavə olaraq bir neçə hədiyyəlik məhsullar da götürdük. Hal-hazırda onu da qeyd edim ki, A-Class mağazasında 20% endirim var. Ümumi məbləği sizə video sonunda göstərəcəm nə qədər etdi. Çanta almadıq, onu da qeyd edim çünki çantalar var idi. Yalnız məktəbli ləvazimatlarının alışını etdik. Əgər siz də artıq məktəbli alış-verişinizi etmisinizsə, ümumi olaraq nə qədər məbləğ tutub rəylərdə siz də yazın. A-Class mağazasından bundan öncə də detallı çəkilişimiz olmuşdu. İstəyənlər YouTube kanalımıza keçid edib oradan izləyə bilər. Ümumi məbləğimiz 181 manat etdi. 20% endirimlə isə yekun məbləğimiz 145 manat oldu. A-Class alış-verişindən aldığımız bu qəbzlə də Abşeron Ticarət Mərkəzinin ofisinə yaxınlaşırıq. Biletimizi əldə edirik və daha sonra isə burada Latatrona atacağıq. İnşallah sentyabr ayından sonra oktyabr ayında keçiriləcək. Lotereyada da iştirak eləyək. Əlavə 3-4 biletimiz də olacaq. İnşallah ki, biz də bir hədiyyələrdən birini qazanmış olarıq. Planşeti mən qazanacağam. Mən də skuter qazanacağam. Bütün şagirdləri, tələbələri bu yeni tədris ilində uğurlar arzu edirəm. Sağ-salamat inşallah başlasınlar, sağ-salamat bu tədris ilində başa vursunlar. Növbəti vloqlarda görüşərik.